Apple'ın yaxın vaxtlarda 6 iPhone modeli buraxacağı müəyyən olub və maraqlı detallar üzə çıxıb. iOS 27 beta 5 versiyasının kodlarını araşdıran tədqiqatçılar burada hələ təqdim olunmamış 6 fərqli iPhone modelinin izlərini aşkar ediblər. Bunlar iPhone Air 2, iPhone 18, iPhone 18 Pro, iPhone 18 Pro Max, iPhone 18i və iPhone Ultra modelləridir. Bu modellərin bir çoxu haqqında artıq danışmışıq və bildirmişik ki, Apple sentyabrın 9-da iPhone 18 Pro və Pro Max modellərini təqdim etməyə hazırlaşır. Həmçinin ilk qatlana bilən iPhone Ultra modeli də sentyabrda böyük ehtimalla təqdim olunacaq. Niyə böyük ehtimalla deyirəm? Çünki bu modellə bağlı hər gün fərqli xəbərlər yayılır və bu telefonun hətta tam hazır olması ilə bağlı da ciddi şübhələr var. Amma iOS 27-nin kodlarında qatlanan ekran və birdən çox batareyanın dəstəklənməsi ilə bağlı da izlər aşkar edilib ki, bu da iPhone Ultra modelinə işarədir. iPhone 18 və iPhone 18i modelləri üzərində də iş gedir və həmin telefonları yəqin ki 2027-ci ilin yazında görəcəyik. Burada diqqət çəkən başqa bir məqam iPhone Air 2 modelidir ki, onun nə vaxt təqdim edilməsi ilə bağlı heç bir məlumat yoxdur. Yeri gəlmişkən, gələn il bizi həm də 20-ci il yubiley iPhone buraxılışı gözləyir.